Salam əziz Gəzək Görək Yeyək səhifəsinin əziz izləyiciləri. Bugün Azərbaycana qayıdandan ilk videomu çəkirəm. Çox həyəcanlıyam. Havaya bulut gəldi. Azərbaycanlılar üçün xəngəl sezonu başladı. Xəngəl mövsümünü açıq elan edirik və xəngəl bişirməyə başlayırıq. Gördüyünüz kimi xəmiri un, duz, su, sadə xəmirdir. Yayırıq, hərə bir cür bişirir. Mən bugün toyuqla bişirdim. Düzdür, kənd çolpası tapmadığıma görə normal toyuqla bişirdim. Amma bu kənd çolpasından daha ləzzətli olur kənd toyuğu ilə. İnşallah bir gün kənd toyuğu da taparam, kənd toyuğunla bişirərəm. Çünki də kəndlərdə də toyuq tapılmır. Çox maraqlıdır da. Toyuqlar kəndlərdə də yoxdur. Çünki heç kim saxlamaq istəmir. Gördüyünüz kimi kündələrə ayırdım. 6 dənə kündə oldu. Mən birini ərişdə elədim. 5 dənəsini də xəngəl elədim. Çox ləzzətli, çox gözəl alınmışdı. Həqiqətən də Azərbaycanın qida məhsulları çox ləzzətlidir. Olsun əti, toyuğu, başqa ölkədə yaşayanda onun ləzzətini daha çox bilirsən, onun qədrini daha çox anlayırsan. Və dediyim kimi Azərbaycana qayıtdım, ilk videomu hazırladım. Hələ də çox həyəcanlıyam, söz tapa bilmirəm danışmağa. Çünki özü müddət idi, yox idim, çox darıxmışdım Azərbaycan üçün. Bəli, burada da lavaşları açmağa çalışıram. Düzdür, mən çox gözəl lavaş aça bilmirəm, boynuma alıram. Amma ki çalışıram, bir şeylər eləyim. Çünki həmişə İranda olanda vərdənə ilə açırdım. İndi oxuleyə keçmişəm. Çünki İranda belə oxuleylər tapmaq çətindir. Yoxdur daha doğrusu. İndi lavaşlarımızı açdım. 5 dənə lavaş açdım əziz izləyicilər. Bu 5 dənə lavaşı gözlətdim. Biraz qurudular. Ondan sonra bişirdim. Onda həm yapışmaq ehtimalı 0 olur. Daha az yapışır. Həm də ki, əvvəllər mən nənəmlə görmüşəm. Nənəm vəbşi təpitmə deyirdi, təpitmə eləyirdi. Xəmiri biraz təpitirdi, isti tavada oyan ondan sonra pişirirdi. Gördüyünüz kimi toyuğu, soğanı qovurub toyuqları bişirəndən sonra içinə də tam pomidor sosu vurdum. Hazırlanmış qışlıq pomidor sosu. Hələ qış çatmamış, biz açıb istifadə eləməyə başlamışıq. Bol pomidorlu, bol sulu xoşlayıram. Toyuqla olan, ümumiyyətlə sosu bol olsun xoşlayıram xəngəli. Elə insanlar var ki, xəngəli ancaq quru yağ soğanla yeyir. Mən elə sevmirəm. Bəziləri gəlib deyəcək belə xəngəl olmaz, amma mən belə sevirəm deyə belə bişirirəm həmişə. Xəmirləri də doğrayıram. Və xəngəlin suyunu mən qaynamağa qoyanda biraz içinə duru yağ tökürəm. Onda da heç yapışmır. Çünki mən xəngəlin yumurta vurmağı sevmirəm xəmirinə. Elə insan var yapışmasın deyə xəngələ yumurta vurur. Mən onu heç sevmirəm. Ona görə də rəngi xoşuma gəlmir onda. Elə bir sarı yumurta rəngi olur. Ona görə də həmişə yağ tökürəm suyuna. Duz, yağ. Sonra da qaynayır, xəngəl hazır olur yeməyə. Bol sarımsaqla və alça turşusu ilə. Biz turşu deyirik, bəziləri alça tomatı deyir. Onu tökürəm. Burada da o qədər qatıq tökmüşəm, əzizləyəcəm. Pizzaya oxşayır bilirəm. Çünki mən xəngəli bol qatıqlı, bol sarımsaqlı sevirəm. Ona görə də xəngəldən çox pizzaya oxşayır burada. Amma xəngəlimiz hazırdır. Sizə demiş olsun, bizə